Növbəti mövzumuz idrardan, yəni sidikdən təmizlənməmək. Allah Cəllə Cəlaluhu belə buyurur: libasını təmizlə, nəfsini günahlardan pak et. Müddəssir surəsi 4-cü ayə. Peyğəmbər aleyhissalam 2 qəbrin yanından keçərkən belə buyurdu: bu ikisinə də əzab edilir. Ancaq bu əzab böyük günah işləməkdən deyil. Biri idrardan təmizlənmirdi, digəri isə nəmmamlıq edirdi, yəni söz gəzdirirdi. Ənəsdən Allah ondan razı olsun, Peyğəmbərin sallallahu aleyhi və səlləm belə buyurduğu rəvayət edilir. Deməli, hədisin mənbəyini unutdum. Səhih Əl-Buxari, Əl-Camius Sahih, Kitabul Vudu. Ənəsdən Allah ondan razı olsun, Peyğəmbərin aleyhissalam belə buyurduğu rəvayət edilir. İdrardan təmizlənin, çünki qəbir əzabının çoxu ondandır. Səhih Əd-Darəqutni, Əs-Sunən, Kitabul Taharat. Sözsüz ki, idrardan vücudunu və paltarını qorumayanın namazı da məqbul olmaz.